İndi hal-hazırda xətlərə qoşulacaq. Evə heç daxil olmadan, həyət evidir. Rahat buradan həm soyuq su götürülür, həm istilik sisteminə qoşularaq proses başlayacaq. Heç bir radiatorlar açılmadan, sökülmədən, yerindən çıxarılmadan. Proses gedir, sularımız hazırlaşır. Bütün prosesi sizə göstərəcəm ki, əziz izləyicilərimiz ki, hamısını birbaşa şahid olasınız, görəsiniz və sifarişlərinizi edəsiniz. İndi səliqəli şəkildə sularımız işləyir. Prosesimiz başladı. Yəni, xətlər qoşuldu, proses işə düşdü. Hal-hazırda. İndi sizə göstərirəm, radiatorlardan gələn çirkli suyu görürsünüz. Evin içində olan 11-12 radiator yuyulur. Bu radiatorlardan gələn çirkli sudur. Ümumiyyətlə, radiatorların yuyulması hər sezonda məsləhət verilir. Bu, nəyə görədir? Həm qaz sərfiyyatını aşağı salır, həm də evin istilik sistemini rahatlaşdırır. Hörmətli müştərilərimiz, izləyicilərimiz, deməli, artıq bir radiatorlar yuyulub qutulandan sonra bütün radiatorlar girişdən çıxışa yuyulur və artıq görürsünüz ki, su necə şəffaf tərzdə çıxır. Yəni, proses davam edir həmin yerdən, həmin nöqtədən. Yəni, heç bir şey dəyişilmədən, radiatorlar açılmadan.